Bu videoda elektroskop haqqında danışacağıq. Elektroskop haqqında dərindən məlumatlar verəcəm. Aha. Burada baxın, hissəcikləri yazılıb. Hissələri yəni nələrdən ibarətdir? Elektroskop metal sferadan ibarətdir. Burada mantardan hazırlanmış tıxacdan ibarətdir. Şüşə qab kollektordan ibarətdir. Həssas metal yarpaqlar, baxın qızıl lövhələr, qızıl və gümüş rənglər göstərilib bu lövhələr. Bu da dayaqdır. Nədir elektroskop? Elektroskop cisimlərin elektriklənməsini göstərir. Cisimlərin elektriklənməsini bildirir bizə. Yəni yükü ölçmür, əsla yüklük bir yəni yüklə bağlı deyil. Sadəcə bu cismin elektriklənmədiyini ölçən bir cihazdır. Elektroskopla müəyyən edilir elektriklənib elektriklənməmə. Cisimlərin elektriklə yüklənməsini müəyyən edən cihazdır, belə deyək. İş prinsipi də eyni işarəli yüklərin bir-birini itələməsinə əsaslanır. Elektroskop cisimlərin elektrik yükü miqdarını təyin etmir. Xüsusilə vurğulayım onu. Gəlin biraz hissələrlə danışaq, sonra tərifinə geri qayıdarıq. Burada dedik ki, metal başlıqdır. Topbuz da deyirlər buna. Bu metal çubuqdur. Görürsünüz, metal mil. Çubuq. Sonra bunlar metal vərəqlərdir. Az öncə də dedik. Bu da şüşə qabdır. Kollektordur. Gəlin əvvəlcə deyək. Məsələn, nəyə görə bu tıxac mantardan hazırlanır? Niyə? Mantardan hazırlanmasının səbəbi nədir? Elektroskopun yuxarı hissəsindəki bu tıxacın mantardan hazırlanmasının əsas səbəbi dielektrik xüsusiyyətinə malik olmasıdır. Yəni, bu dielektrikdir. Elektrik keçiricilik yoxdur mantar materialından olan tıxacın. Elektrik yükü mühafizəsi sayılır. Bu, yəni mühafizə edir. Buradakı yüklərlə, buradakı yüklər arasında bir mühafizə təbəqəsi yaradır. Elektroskopun əsas vəzifəsi üzərindəki elektrik yükünü saxlamaq və ya aşkar etməkdir. Yəni, burada yükün olub-olmamasını car çəkməkdir, müəyyənləşdirməkdir. Mantar da elektrik cərəyanını keçirmədiyi material olduğuna görə metal topuza verilən yükün bu mil vasitəsilə şüşə qaba və ya ətraf mühitə sızmasının qarşısını alır. Bu mildən şüşə qaba və ya ətraf mühitə sızmasının qarşısını alır. İzolyasiya rolunu oynayır. Əgər tıxac keçirici materialdan hazırlansaydı, yüklənmiş cisim toxunanda yük dərhal şüşə qabın üzərinə və ya daha geniş sahəyə dağılardı. Mantar isə yükün yalnız metal mil və yarpaqlar üzərində cəmləşməsini təmin edir. Ya burada cəmləşəcək, ya bu lövhələrdə cəmləşəcək. Bunu təmin edir. Mantar yükün yalnız metal və yarpaqlar üzərində cəmləşməsini təmin edir ki, bu da yarpaqların rahatlıqla bir-birindən aralanmasını mümkün edir. Həm də mexaniki dayanıqlıq baxımındandır. Mantar həm də metal mili şüşə qabın ağzına sabit və möhkəm saxlamaq üçün uyğun elastikliyə malikdir. Yəni, elə bir elastiklikdədir ki, bu mil bura girir və burada bərk dayanır tərpənmədən. Yükün itməsinin qarşısını alan bir qapıcı rolunu oynayır burada mantar. Yaxşı, bəs niyə məhz mantar başqa izolyator olmazdımı? Sualını versəniz əgər daha məntiqə uyğun olar. Çünki başqa o qədər dielektrik material var ki, onlardan da hazırlamaq olar bunu. Yəni, rezin və ya plastik tıxacların da eyni funksiyasını yerinə yetirdiyini deyə bilərəm sizə. Belə, bu mantardan hazırlanmasının səbəbi idi. Bəs bu qab nəyə görə? Bax, bu qab var. Bu qab nəyə görə şüşədəndir? Onun səbəbi nədir? O da ona görədir ki, bu da qəşəng dielektrik funksiyasına, yəni şüşə çox yaxşı dielektrikdir, yaxşı izolyatordur. Yəni elektrik yükünü keçirtmir. Buradakı mil və yarpaqlardakı elektrik yükünün şüşə qabın üzərinə keçir itməsinin qarşısını alır və yükün elektroskopda mühafizə olunmasını təmin edir. Yük elektroskop daxilində mühafizə olunur. Mildən və yarpaqlardan şüşə qabın üzərinə keçərək itməsinin qarşısını alır yükün. Həm də görə bilirik də, şüşə şəffafdır, biz onun içindəki işi görə bilirik də. Elektroskopun iş prinsipi yarpaqların bir-birinə aralanmasını müşahidə eləyəndə daha effektiv olur. Yəni, biz baxırıq ki, lövhələr aralanır. İndi birazdan elektroskop haqqında daha dərindən danışanda görəsiniz ki, bu lövhələr nə işə yarayır. Yəni, biz bu prosesi bu lövhələrin, yarpaqların açılmasını, bağlanmasını aydın görə bilirik bu şüşə vasitəsilə.
həm də xarici təsirlərdən mühafizə edir də dediyimiz kimi. Məsələn, laboratoriya şəraitində havadakı o hava axınları çox yüngül olan metal yarpaqları və bu yüngül olan bu metal yarpaqları tərpədə bilər. Həm də oradan mühafizə eləyir. Həm rütubətdən qoruyur, həm bir çox səbəbi var. Lövhələrdən danışaq. Burada lövhələr yüklərin yaxınlaşıb uzaqlaşmasına görə uzaqlaşır, daha doğrusu aralanır və ya birləşir. Onun bu lövhələrin qızıldan və ya gümüşdən belə falqa kimi daha yüngül materialdan olmasının səbəbi odur ki, həm metal olmalıdır, keçiricilik olmalıdır ki, burada məsələn müsbətlər, burada mənfilər toplaşsa, bunlar bir-birindən uzaqlaşsın və ya bir-birinə cəzb edilsin. Bu zamanda o qədər yüngül olmalıdır ki, həmin o yük bir-birini çəkəndə rahat çəkilə bilsin, gözlə görünər dərəcədə bağlansın və ya açılsın. Bu da ona görədir. Hissələri ilə bağlı dərindən məlumat verdim. Bunu da demək ehtiyac yoxdur. Topuz zaten metal olmalıdır ki, yük gələndə yük keçiricilik olmalıdır da ki, yük alış-verişi olmalıdır. Belə. Daha sonra bircə dəqiqə burada bunu kənara çəkeyim. Aha. Başqa elektroskop haqqında nə deyə bilərik? Burada gəlin qeyd edək. Burada bayaqki tərif var idi. Dedik, cisimlərin elektriklənməsini, daha doğrusu cisimlərin elektriklə yüklənməsini müəyyən edən cihazdır bu. İş prinsipi də enişarlı yüklərin bir-birini tələməsinə əsaslanır. Elektroskop cisimlərin elektrik yükünün miqdarını təyin etmir. Gəlin bunu yazaq. Bunları qeyd dəftərlərinizə yazırsınız. Baxın, dedik, cisimlərin elektriklənməsini müəyyən edir. İş prinsipi eyni işarəli yüklərin bir-birini itələməsinə əsaslanır. Bunu qeyd edirik. İndi baxırıq burada cismin və elektroskopun iki dənə qarşılıq təsirinə baxaq. Cismlə elektroskop arasında iki dənə bir münasibət var. Birində cismin elektroskopa yaxınlaşdırılması, digərində cismin elektroskopa toxundurulması. İndi biz bu iki hala baxaq. Həm toxundurulur, həm yaxınlaşdırılır. Baxaq bu iki hala görək burada. İndi bunları biz məsələn tutaq ki, yaxınlaşdırılır. Cismin elektroskopa yaxınlaşdırılması təsirlə elektriklənmə qanunlarına tabedir. Cismin, gəlin yazın. Aha. Dedik ki, cismin elektroskopa yaxınlaşması təsir ilə elektriklənmə qanunlarına tabedir. Təsir ilə elektriklənmə qanunlarına tabedir. Necə olur bu? Gəlin şəklini çəkin buradan. Bir dənə müsbət yük çəkəcəm. Kənardan bir dənə də yüksüz bir lövhə. Məsələn, tutaq ki, yaxınlaşdırılır. Cismin elektroskopa yaxınlaşdırılması təsirlə elektriklənmə qanunlarına tabedir. Cismin, gəlin yazın. Aha. Dedik ki, cismin elektroskopa yaxınlaşması təsir ilə elektriklənmə qanunlarına tabedir. Təsir ilə elektriklənmə qanunlarına tabedir. Necə olur bu? Gəlin şəklini çəkin buradan. Bir dənə müsbət yük çəkəcəm. Kənardan bir dənə də yüksüz bir lövhə. Demək, burada müsbət yükü neytral yüksüz lövhəyə yaxınlaşdırırıq. Bunu tutaq ki, burası A küncüdür, bu da B küncüdür lövhənin də. Müsbət yük yaxınlaşsa, bu neytral olan yükü sıfır olan bu lövhənin mənfiləri müsbət tərəfə toplaşacaq. Eyni şəkildə mənfi yükü də bu neytral lövhəyə yaxınlaşdırsaq, eyni hadisə olacaq. Müsbətlər qalacaq, burada mənfilər uzaqlaşacaq. Sonra İndi isə cismin elektroskopa toxundurulmasından danışırıq. Bunu mən çəkim, kürələr çəkməliyəm çünki burada kürələrin toxundurulmasına aiddir. Cisimlə elektroskop da eyni düsturlarla həll edilir. Radiuslar müxtəlif olarsa bu şəkildə. Cisim və elektroskopla bağlı xüsusi hallara baxaq. Burada 4 hal mövcuddur və hər birinin ayrıca toxundurulma, yaxınlaşdırılma xüsusiyyətlər var ayrı-ayrıdır. Yüklü cisim neytral elektroskopa toxundurulur və ya yaxınlaşdırılır. Yüklü cisim eyni işarəli yüklü elektroskopa
toxundurulur veya yaxınlaşdırılır. Neytral cisim, yəni yüksüz cisim yüklü elektroskopa toxundurulur veya yaxınlaşdırılır. Yüklü cisim əks işarəli yüklü elektroskopa toxundurulur veya yaxınlaşdırılır. Hər birinə aid gəlin daha elə bir içinə daxil olaraq daha dərindən danışaq. Birinci yüklü cisim neytral elektroskopa. Birinci danışırıq yüklü cisim neytral elektroskopa. Bu haqda danışaq. Birinci belə qeyd edək. Aha. Əvvəlcə birinci hal yaxınlaşdırılır. Demək, burada gördük ki, neytral elektroskopa mənfi yüklü bir cisim yaxınlaşdırılır. Bu zaman elektroskopun kürəsi və vərəqləri qiymətcə bərabər işarəcə əks yüklənir. Gəlin bunu belə izah edeyim. Bax, həmişə yadda saxlayın. Bu ümumiyyətlə neytraldır. Neytral nə deməkdir? Müsbət və mənfilərin sayı bərabərdir. Biz bura mənfi yaxınlaşdırsaq, avtomatik topuzdakı mənfilər qaçacaq, lövhəyə sarı qaçacaq, lövhəyə doğru qaçacaq. Lövhənin üstündə elə bir ki, mənfilər çoxaldıqca yavaş-yavaş bu lövhələr açılmaq üzrə hərəkət eləyəcək. Çünki axı mənfini itələyəcək. Mənfini itələdiyi üçün də deyirik ki, bunun köynəkləri, lövhələri açılacaq. Yazaq. Aha. Baxın, qəlimdə problem yaşandığına görə sərgəsiz yazılıb. Elektroskopun kürəsinə vərəqləri qiymətcə bərabər işarəcə əks yüklənəcək. Niyə elə olacaq? Çünki baxın, bura mənfi yaxınlaşırsa əgər, buradakı mənfilər aşağı qaçacaq, burada da topuz müsbət yüklənəcək, müsbətlərin sayı çox olacaq, lövhələrdə mənfilərin sayı çox olacaq. Buna görə də işarəcə əks qiymətcə, amma bərabər yüklənəcəklər və nəticədə dediyimiz kimi elektroskopun vərəqləri necə açılacaq. Qeyd edək bunları mütləq. Elektroskopun kürəsinin vərəqləri qiymətcə bərabər, ancaq işarəcə əks yüklənəcək, səbəbini də izah elədim. Bunları qeyd edin. İndi isə toxundurulma haqqında danışaq. Deyək ki, müsbət yüklü cismi neytral elektroskopa toxundururuq. Bu zaman cisimdəki, bunu seçim. Bu zaman cisimdəki elektronların bir qismi elektroskopa tərəf cəzb olunur. Və elektroskopdan da və ya daha doğrusu başqa cür desə, elektroskopdan da cismə elektronlar keçir. Nəticədə elektroskopun bütün hissələrində müsbət yük artıqlığı yaranır. Müsbət yüklü cismi toxunduqda cisimdəki elektronların bir qismi elektroskopa tərəf cəzb olunur. Neytraldır da bu. Elektroskop neytraldır da müsbət yüklü cisimdə. Buradakı elektronlar elektroskopa cəzb olunur və ya elektroskopdan da mənfi yüklər bu cismə can atır. Çünki buradakı mənfi yüklər müsbət yükü təbii ki can atacaq. Əks işarəli yüklər bir-birini cəzb edir ona görə. Buradakı elektronlar bura keçməyə cəhd göstərir və nəticədə elektroskopda müsbət yük artıqlığı yaranır. Eləcə də mənfi yük toxundurduqda da cisimdəki artıq elektronların bir hissəsi elektroskopa keçir və elektroskopun bütün metal hissələri mənfi yüklənir. Toxundurulmadır da, yəni bunu yaxınlaşdıraq. Söhbət toxundurulmadan gedir. Mən biraz yaxınlaşdırmışam. Bir dəqiqə olmadı. Mən biraz yaxınlaşdırmalıyam. Toxundurulmalıdır. Müsbət yük toxunduqda dediyimiz kimi həmin bu müsbət yüklü cisimdən elektronlar elektroskopa tərəf cəzb olunur və elektroskopun daxilində olan elektronlar müsbət yükę can atır. Nəticədə elektroskopun daxilində müsbət yük artıqlığı yaranır. Buna görə deyirik ki, bu səbəbdən deyirik ki, elektroskopun kürəsi, gəlin yazaq onu, elektroskopun kürəsi hardadır bu dayandırmaq üçün? Hardan keçim? Yazdım, qayıtdım. Toxundurulan halda dedik, nə baş verir? Elektroskopun kürəsi və vərəqləri eyni yüklənəcək, eyni işarəli yüklənəcək. Dedik, ümumi elektroskopun özündə müsbət yük artıqlığı yaranır. Nəticədə, məsələn, burada müsbət olursa, mən neylədim?
müsbət yük artıqlığı yaranacaqsa, burada müsbət, burada müsbət, burada müsbət, lövhənin hər iki tərəfində müsbət olacaqsa, avtomatik nə olacaq? Bunlar bir dəqiqə, təbii ki, lövhələr açılacaq. Məlum məsələdir ki, lövhələr, vərəqlər daha doğrusu, bəzi yerlərdə vərəq deyilir, bəzilərində lövhə deyilir. Belə. İndi isə yüklü cisim həmin yüklə yüklənmiş, yəni eyni işarəli yüklə yüklənmiş elektroskopa həm yaxınlaşdırılmasını yazaq, həm toxundurulmasını yazaq. Əvvəlcə yaxınlaşdırılmasını yazaq. Yaxınlaşdırılmasını. Aha. Demək, burada mənfi yüklü elektroskopa yaxınlaşdırırıq. Zaten mənfi yüklənmiş elektroskopa mənfi yük yaxınlaşdırırıq. Demək, burada belə hal baş verir ki, bir dəqiqə mən bunları səliqəli çəkim. Biraz gözümə səliqəsiz dəydi. Aha. Elektroskop onsuz da mənfi yüklüdür. Yəni, üzərində artıq elektronlar var. Xaricdən də mənfi yüklü bir cisim yaxınlaşdırdıqda, xaricdən də mənfi yüklü bir cisim yaxınlaşdırırıq. İtələmə qüvvəsini burada bir üzə verir. Mənfi yaxınlaşdırılır da, məlum məsələdir. Yaxınlaşdırılan cismin mənfi yükü elektroskopun kürəsindəki sərbəst elektronları özündən uzaqlaşdırır. Burada başlayacaq mənfi yüklər neyləməyə? Uzaqlaşmağa, daha doğrusu kənara uzaqlaşmır. Yəni, bunun içərisində də bu uzun çubuq vasitəsilə lövhələrə doğru hərəkət edəcək. Yükün elə bil ki, həmin bu mənfi yüklərin vərəqlərə axını başlayacaq. Kürədəki elektronların bir hissəsi çubuq boyu aşağıya vərəqlərə doğru hərəkət edəcək. Belə mənfi yüklər başlayacaq hərəkət eləməyə vərəqlərə doğru. Vərəqlərdəki həmin bu yük sıxlığının, yük çoxluğunun artması nəticəsində də, yəni burada mənfidir, burada mənfidir, mənfi itələyəcək, vərəqlər açılacaq. Yəni əvvəlcədən elektroskopun vərəqlərində müəyyən miqdarda mənfi yük var idi. Sonra bura başqa bir mənfi yük yaxınlaşdırdıqda, topuzdakı mənfilər də aşağıya doğru hərəkət etdikdə vərəqlərdə mənfi yüklər artacaq. Müəyyən bucaq altında açılacaq. İnduksiya nəticəsində də kürədən gələn əlavə elektronlar vərəqlərə çatanda vərəqlərdəki mənfi yüklərin sayı artacaq, yəni elektronların sayı artacaq. Yükün miqdarı artdıqca vərəqlər arasındakı itələmə qüvvəsi güclənəcək, bir-birini itələyəcək də. Axı, eyni işarəli yüklər bir-birini itələyir. Nəticələr, vərəqlər biraz daha artacaq, açılacaq. Bunu mən əvvəl mənfi yüklüydü, vərəqlər zaten açıq idi. Biraz da mən açacağım onu, başqa bir rənglə açacağım. Başqa bir rəng ilə açacağım ki, bu da ikinci bir mənfi yükün gəldiyini bizə bildirir ki, bu başqa bir mənfi yükdür. Elə bil ki, bu bucaq əvvəl alfa idisə, oldu indi neçə? Oldu indi tutaq ki 2 alfa və yaxud da ki beta məsəl üçün. Bucağın da qiyməti artacaq. Cism mənfi yüklüdür, özündəki mənfi yükləri elektroskopun kürəsinə ötürür. Kürədəki mənfilərdə mənfi yük gəldiyi üçün çubuq vasitəsilə axın edəcək vərəqlərə doğru. Nəticədə vərəqlər açılacaq. Biraz daha açılar. Qoy bunu qeyd edin. Vərəqlər biraz daha açılar. Bunun qeydi budur. Vərəqlər biraz da açılar, yox, biraz daha açılar. Yəni, əvvəl zaten açıq idi. Biraz daha. Bu sözlər mütləq imtahanda xüsusi hal kimi qeyd olunacaq, çaşdırıcı məqamlar kimi. Vərəqlər açıqdır zaten. Sadəcə biraz daha artacaq, açacaq. Vərəqlər arasındakı bucaq artacaq, alfa artacaq. Sizə qeyd edəcəklər alfa necə dəyişir? Alfa artacaq. Biraz daha açılacaq, qeyd edək. Bunları qeyd dəftərinizə mütləq qeyd edin. Demək, mənfi yüklü cismi mənfi yüklü elektroskopa toxundururuq. Mənfi yüklü cismi mənfi yüklü elektroskopa toxundurduqda nə baş verir, onu izah edək. Burada da bir neçə hal mövcuddur. O halları gəlin qeyd edim. Baxın, burada cismin yükü ilə elektroskopun yükü ya bir-birinə bərabər olacaq, ya cisminki elektroskopdan böyük olacaq, ya cismin yükü elektroskopun yükündən kiçik olacaq. Burada vərəqlərin hər birinə aid vəziyyətlər mövcuddur.
Yəni əgər yükün kütlə nəymiş, üzr istəyirəm, yükün daha doğrusu cismin yükü elektroskopun yükünə bərabərdirsə, bu zaman vərəqlərin vəziyyəti dəyişmir. Baxın, bu hallar mövcuddur. Bu hallar baş verir. Yəni yükün, daha doğrusu cismin yükü ilə elektroskopun yükü bir-birinə bərabər olduqda nə olur? Vərəqlərin vəziyyəti dəyişmir. Cismin yükü ilə elektroskopun yükü arasında, məsələn, cismin yükü elektroskopun yükündən böyük olursa, vərəqlər biraz daha açılar və ya elektroskopun yükü cismin yükündən böyük olarsa, bu zaman vərəqlər biraz daha bağlanar. Bunların hər birini dərindən izah edək. Yəni, nəyə görə yükün, tutaq ki, məsələn, birincidən danışaq, nəyə görə yükün, daha doğrusu cismin yükü ilə elektroskopun yükü bir-birinə bərabər olduqda, vərəqlərin vəziyyəti niyə dəyişmir? Onun dərininə enək, dərindən izah edək. Ümumiyyətlə, onu qeyd edim ki, yəni, gəlin bura birinci hal yazaq. Q cisim bərabərdir Q elektroskop, yəni modullarda. Nəyə görə? Bu, belə olduqda nə baş verir ki, vərəqlərin vəziyyəti dəyişmir. Ümumiyyətlə, elektrik yükü, bu yük deyilən zərrəcik, bax bu yük, keçiricilər arasında öz başına hərəkət eləmir. Yəni, nəsə bir səbəb olmalıdır. Tutaq ki, bu müsbətdirsə, bunun bir hərəkəti var. Mənfi hərəkət yoxdur. Müsbət yük hərəkət edən bir yük deyil. Müsbətdirsə özünə mənfi cəzb edəcək. Mənfidirsə əgər də müsbətə doğru hərəkət edəcək yenə də, belə deyək. Öz başına hərəkət eləmir. Yəni, necə deyim, səbəbsiz hərəkət eləmir də. Ya qarşısında əks işarəli bir cisim var ki, ona yaxınlaşacaq, ya da qarşısında eyni işarə var ki, ondan uzaqlaşmaq istəyəcək. Bu da nə deməkdir? Bu da potensiallar fərqi yaradır. Yükün hərəkəti potensial fərqi yaradır. Biz dedik ki, elektrik sahəsində qüvvə xətləri müsbətdən çıxıb mənfiyə doğru daxil olur. Düzdürmü? Buna da bu bircəz elektrik sahəsi deyirlər. Bundan sonraki başlıqlarda ondan izah edəcəm. Yəni, bu deməkdir ki, müsbət yükdürsə əgər, özündən çıxacaq qüvvə xətləri. Özündən qüvvə xətləri çıxacaq. Və ya mənfi yükdürsə əgər, özünə qüvvə xətti daxil olacaq. Yəni, özünə cəzb edəcək. Ona görə bu nöqteyi nəzərdən deyirik ki, gəlin bunu belə ayırım. Ona görə deyirik ki, qüvvə xətləri necə olur? Müsbətdən çıxıb mənfiyə gedir. Müsbətdən çıxıb mənfiyə gedir. Müsbətdən çıxıb mənfiyə gedir. Burada mən niyə belə çox eybəcər bir səhv etmişəm? Müsbətdən çıxır, mənfiyə gedir. Bu qüvvə xətləridir. Eynən budur da, yəni bunu nəzərdə tutur da. Və burada müsbətdəki potensialla, tutaq ki, buna fibir deyək, mənfi tərəfdəki potensial arasında dağ boyda fərq var. Çünki potensial deyilən kəmiyyət, müsbət tərəfdə daha böyük olur. Mənfiyə doğru getdikcə bu potensial azalacaq. Belə bir kəmiyyət var, növbəti başlıqlarda keçəcək onu. Həmin bu potensial fərqi yaranacaq da. Get, buradakı potensialla buradakı potensial fərqlənəcək. Fərqləndiyi üçün də potensiallar fərq adında bizdə nə kəmiyyətdir? Delta fi yazaq biz buna hələ ki, dərindən danışmadığımız üçün. Fi 1 çıxılsın, fi 2. Potensiallar fərqi olur. Bu yükün, ümumiyyətlə, yenə təkrar edirəm, bura gətirəcəm sözümü ki, nəyə görə cismin yükü ilə elektroskopun yükü bir-birinə bərabər olanda vərəqlərin vəziyyətinin dəyişməməsinin səbəbini izah edirəm mən sizə hal-hazırda, mövzudan uzaqlaşmayaq. Elektrik yükü deyirdik, nəyə görə elə olur? Elektrik yükü öz başına hərəkət eləmir. Potensial fərqi var onun müəyyən bir. Buradakı yükün potensialı ilə buradakı yükün potensialı eyni deyil. Fərq yaranır. Çünki hərəkət edir. Çünki müsbətdən mənfiyə doğru axın edir hərəkət. Axın edir yük, zərrəcik, elektrik yükü. Müəyyən bir potensiallar fərqi olmalıdır ki, o yük
orada fəaliyyət göstərə bilsin. Yük həmişə yüksək potensialdan aşağı potensiala doğru axır, yəni müsbətdən mənfiyə doğru axır. Bəs toxunma anında nə baş verir ki? Gəlin bunu silək. Toxunma anında neysə bir şey baş verdiyi üçün deyirik ki, vərəqlər ya dəyişməz qalır, ya nəsə dəyişir. Bu halı izah etmək istəyirəm də. İndi bircə dəqiqə görün mövzudan uzaqlaşmadan. Yaxşı, toxunma anında nə baş verir? İki keçirici, gəlin bura qayıdaq. İki keçirici, iki dənə keçirici, yəni həmin bu, baxın, bundan və bundan gedir söhbət. Elektroskopdan və cisimdən gedir söhbət. Bir-birinə toxundurulduqda, iki dənə keçirici bir-birinə toxundurulduqda, bu yüklü cisimdir. Bu da elektroskopun topuzudur. Topuz demişdik metalda axı. Yəni onun bir keçiriciliyi mövcuddur da, dəmirdir, metaldır. Və o metal topuzla yük bir-birinə toxundurulduqda, hər ikisi ayrı-ayrı keçirici olmasına baxmayaraq, toxundurulduğu an bir vahid bir sistem kimi özünü göstərir. Yəni artıq buradan axın başlayır. Buradan bu şəkildə bir axın başlayır. Yəni burada sənin mənim sözü yoxdur artıq. Müəyyən bir axın başlayır. Yük axını o vaxta qədər davam edir ki, yükün o axın dediyi o vaxta qədər davam edir ki, hər iki cismin potensialları bərabərləşsin. Potensialın da toxundurulduqdan sonraki qiyməti F1 ştirik, F2 ştirik olacaq. Bunlar bərabərləşənə qədər yük axını davam edir. Potensiallar bərabərləşənə qədər F1, F2 deyəndə ki, F cisimlə F elektron deyək də biz buna. Bizdəki birinci, ikinci cisim budur. F1, F2 yox. F cisim, F elektroskop və F elektroskop ştirik. Potensiallar bərabərləşənə qədər bunların elə bir yük axını davam eləyəcək. Yük axını davam eləyir ta ki potensiallar bərabərləşənə qədər. Bunları sileyim, indi belə danışaq da. Demək, bu toxundu, vahid bir sistem kimi, vahid bir keçirici kimi özünü göstərdi, yük axını davam etdi, ta ki nə vaxta qədər potensiallar bərabərləşənə qədər. Yaxşı, bəs vəziyyət, bu vərəqlərin vəziyyəti niyə dəyişmir? Ora gətirirəm sözümü. Bizim bu nümunəmizdə cismin yükünün modulu, baxın, cismin yükünün modulu elektroskopun yükünün moduluna bərabərdirsə əgər, bu halda cisimlərin ölçüləri oxşardısa, bu halda potensiallar eynidir. Toxunmadan əvvəl onların potensialları artıq bərabərdir. Yəni potensialın düsturu F bərabərdir K, Q böl R deyil. Bunun ölçüləri də bərabərdir deyir bizə. Düzdürmü? Ölçüləri də bərabərdir. K zaten sabit kəmiyyətdir. Ölçülər bərabər, yük bərabər. Demək ki, bunun toxunmadan əvvəl zaten bunun potensialları bərabər imiş. Potensialları bərabər olan iki keçiricinin zaten əvvəlcədən potensialları bərabər olan iki keçiricinin toxundurulduqdan sonra bərabər paylananda da yenə bərabər qalacaq. Yəni həm toxunmadan əvvəl bərabər idi, həm toxunmadan sonra bərabərdir. Yük axını yoxdur. Yəni nəysə bir şey baş vermir də, eynidir kəmiyyətcə, modulca eynidir. Potensiallar bərabər olduğu üçün toxunma anında nə cisimdən elektroskopa, nə də elektroskopdan cismə konkret bir yük axını baş vermir. Nə onda baş verir, nə bunda baş verir. Elektroskopun vərəqlərindəki yük miqdarı toxunmadan əvvəlki kimi qalır. Yəni Q ştirik, bax gəlin belə deyək. Burada dedik ki, izah etdikdə burada, Q cisim ştirik bərabər olacaq. Q elektron, daha doğrusu elektroskop ştirik modulda. Bu formada olacaq. Yük dəyişmədiyi üçün vərəqləri bir-birinə itələyən elektrostatik qüvvədə sabit qalır. Yəni hər hansı bir vəziyyət dəyişikliyi baş vermir. Nəticədə alfada sabit qalır. Dəyişmir. İndi isə ikinci hala baxırıq. Deyir ki, cismin yükünün modulu elektroskopun yükünün modulundan böyük olur. Burada vərəqlərin biraz daha açılmasının səbəbini izah edək. Ümumi yükün elektroskopa keçməsi və vərəqlərdəki yük sıxlığının artmasıdır. Yəni yükün
sıxlıq deyəndə ki, yükün elə bir sayı artırda daha çox yüklü olmağa başlayır. Demək belə, elektroskopu və yüklü cismi bir-birinə toxundururuq. Elektroskopla yüklü cismi bir-birinə toxundururuq. Sistemin ümumi potensialı necə olacaq? Ümumi potensial bilirik ki, fi bərabərdir, K, Q bölünsün, R-dir. Bu düsturla müəyyən olur. Əgər cismin yükü çoxdursa, potensialı da elektroskopun potensialından yüksəkdir. Cismin yükü çoxdursa, potensialın da demək ki, çoxdur. Məsələn, belə deyək də, Q cisim böyükdürsə, Q elektroskopdan, modulda, demək ki, fi cisim də böyükdür, fi elektroskopdan. Bu hal uyğundur. Toxunma anında isə yüksək potensiallı cisimdən aşağı potensiallı elektroskopa doğru axmağa başlayır. Yəni, dedik axı, yükün yolu nədir? Yükün yolu çox potensiallı olan nöqtədən az potensiallı olan nöqtəyədir. Əgər cisminki böyükdürsə potensialı, cismin potensialı böyükdürsə, demək ki, böyükdən cisminki elektroskopdan böyükdürsə, deməli, cisimdən elektroskopa doğru axacaq. Əgər cismin yükü çoxdursa, onun potensialı da elektroskopun potensialından yüksəkdir. Toxunma anında da dedik ki, yüksək potensiallı cisimdən, yəni cisimdən aşağı potensiallı elektroskopa axmağa başlayır. Bu axın o vaxta qədər davam edir ki, yenə deyirik, potensiallar bərabərləşənə qədər. Elektroskopun yükü artırdı, yəni sistemdə yükün saxlaması qanununa görə ümumi yük qorunacaq. Toxunmadan sonra elektroskopun yeni yükü, yəni Q elektroskop ştrix böyük olacaq. Q cisim ştrixdən, yəni cismin sonraki yükünün miqdarından böyük olacaq. Çünki cisimdən elektroskopa doğru elektron axını baş verir. Elektroskopun vərəqlərində eyni işarəli yüklərin miqdarı artır. Ona görə də get-gedə nə olur? Vərəqlər açılır, biraz daha açılır. Zaten açıq idi. Elektron axınında baş verəndə vərəq biraz daha açılacaq. Elektroskopun yükü sonraki toxunmadan sonraki yükü ilə cismin toxunmadan sonraki yükü arasında belə bir fərq olacaq. Elektroskopun yük miqdarı artacaq. İtələmə qüvvəsi də artacaq deyə, çünki burada axı eyni yüklər olacaq. Mənfilərin sayı artacaq burada. Mənfilərin sayı artdığına görə də Coulomb qanununa görə, baxın, Coulomb qanunu düsturunda K vurulsun, Q1, Q2 bölünsün, R kvadratı. Burada itələmə qüvvəsi artırdı ya, itələmə qüvvəsi artırdı ya, elektroskopun vərəqləri bir-birindən aralanacaq. Belə. Biraz daha açılacaq vərəqlər bu sayədə. Bunları silin buradan. Üçüncü hala baxırıq. Cismin yükündən elektroskopun yükü böyük olur. Elektroskopun yükü cismin yükündən böyük olur. Vərəqlər biraz daha bağlanır. Nəyə görə belə olur? Əgər elektroskopun yükünün modulu cismin yükünün modulundan böyükdürsə, elektroskopun potensialı cismin potensialından yüksəkdir deməkdir. Toxunma anında da yüksək potensiallı elektroskopdan aşağı potensiallı cismə doğru axmağa başlayır. Yük axını o formada baş verir. Yükün bir hissəsi elektroskopu tərk edir. Yükün bir hissəsi elektroskopu tərk edir və cismə keçir. Buna görə də elektroskopun üstündəki ümumi yük azalır. Elektroskopdakı ümumi yükü azalır deyə itələmə qüvvəsi də zəifləyəcək. Buradan yüklər gedir, buradan yüklər azalır. Yüklər azalır, itələmə qüvvəsi də azalacaq. Coulomb qanununa görə vərəqlər arasındakı itələmə qüvvəsi yükün miqdarından birbaşa asılıdır. Təbii ki, F bərabərdir. K vurulsun, Q1, Q2 bölünsün, R kvadratı. Yükün miqdarı azalırsa, itələmə qüvvəsi də azalacaq. Vərəqlərdəki eyni işarəli yüklərin sayı azalır, qüvvə azalır. Ona görə də biraz daha qapanır. Yük buradan azaldığı üçün. Ümid edirəm bunları sizə izah edə bildim, başa sala bildim. Ümumiləşdirək bir dənə ümumi. Əgər cismin yükü ilə elektroskopun yükü bir-birinə bərabərdirsə, gəlin düsturu yazaq. Bir-birinə bərabərsə vərəqlərin vəziyyəti dəyişmir. Çünki potensialın düsturu K bərabərdir, fi bərabərdir, K, Q böl R-dir. Yüklə görürsünüz necə asılıdır. Əgər yük də zaten yəni ölçülər bərabərdir, ölçülər eynidir. Elektroskopun topuzu ilə cisimlə, yəni onu elə qəbul edib bu xüsusi halı qeyd edirik.
Buradakı sabit kəmiyyətdir. Q əgər cisimlə elektroskopda eynidirsə, deməli fi də elektroskopla cisimdə eynidir. Yəni Q cisim modulda bərabərdir, Q elektron modulda olarsa, bu zaman fi cisim bərabər olacaq fi elektroskopa. Bunlar da bir-birə bərabər olduğuna görə yük axını baş vermir. Heç bir yük axını baş vermir, vərəqlərin vəziyyəti dəyişmir. Bunu anladıq. İkincidə necədir? Deyir ki, cismin yükü elektroskopun yükündən çoxdur. Bu zaman nə baş verir? Deməli, cismin potensialı da elektroskopun potensialından böyükdür. Və bizə də deyir ki, yük axını həmişə böyükdən kiçiyə doğru gedir də. Potensialı böyük olandan kiçik olana doğru gedir. Demək ki, yük axını cisimdən elektroskopa doğru gedir. Cisimdən elektroskopa doğru yüklər axır. Burada yükün miqdarı artır və yükün miqdarı artırsa, burada yükün miqdarı artırsa F bərabərdir K(Q1) Q2 bölünsün R kvadratı. Yükün miqdarı artırsa, deməli itələmə qüvvəsi də artır. İtələmə qüvvəsi artdığına görə burada vərəqlər biraz daha açılır. Alfa böyüyür, biraz daha açılır. Üçüncüyə baxırıq. Bu səfər deyir ki, elektroskopun yükü cismin yükündən böyükdür. Elektroskopun yükü cismin yükündən böyükdürsə əgər, belə yazaq, bu zaman elektroskopun potensialı da cismin potensialından böyükdür. Deməli, bu zaman yük axını tərsinə baş verir. Elektroskopdan yükə doğru axır. Və burada yükün miqdarı elektroskopda azalacaq. Burada yük miqdarı azaldığına görə də enirik aşağı təzdən. Yük miqdarı azalır deyə itələmə qüvvəsi də azalır və itələmə qüvvəsi azaldıqda burada vərəqlər biraz daha bağlanacaq. Ümid edirəm ki, izah edə bildim, ümumiləşdirdik bunları. Demək, baxırıq, neytral cisim yüklü elektroskopa yaxınlaşdırılır. O zaman nə baş verir? Baxın, bu cisim neytraldır, nə mənfi, nə müsbət deyil. Müsbətləri ilə mənfilərinin sayı bərabərdir. Elektroskopu da götürək, tutaq ki, müsbət yüklü elektroskopdur. Bu yükü biz, bu cismi daha doğrusu, bu Q yüklü hər hansı bir cismi biz yaxınlaşdırırıq elektroskopa. Bu zaman elektroskop müsbət yüklüdürsə, bu neytral cismin elektroskopa yaxın tərəfinə mənfilər yığışacaq. Elektroskopa yaxın tərəfinə mənfilər yığışacaq. Qalan geri tərəfində müsbətlər çoxluq təşkil edəcək. Baxın, demirəm ha, çox, ancaq ondan ibarətdir. Sadəcə 2 dənə mənfi varsa, 5 dənə də müsbət var. Və elektroskopa yaxın tərəfində də mənfilərin sayı çox olacaq. Həmin bu mənfilər. Baxın, görürsünüz necə açıqdır elektroskopun köynəkləri. Çünki burada mənfilər çoxluq təşkil edir də, eləmi? Buradakı müsbətlər, burada müsbət də var da, təbii ki, daha doğrusu azdır da, ona görə köynəklər bu qədər açıqdır. Gözlə görünməyəcək qədər, yəni heç saya salmayacaq qədər azdır, mənfilər çoxluq təşkil edir sadəcə, ona görə də itələnirlər, hal-hazırda köynəkləri açıqdır. Amma, bu neytral cismi buraya yaxınlaşdıranda, gəlin belə xət çəkim, onun bu tərəfi elektroskopa yaxın tərəfidir və elektroskopa yaxın tərəfində mənfilər toplaşacaq. Həmin bu mənfilər, uşaqlar, baxın, həmin bu mənfilər buradakı müsbətləri özünə çəkəcək. Burada yük miqdarı azalacaq. Gəlin Coulomb qanununu yazaq. F bərabərdir K(Q1) vurulsun Q2 bölünsün R kvadratı. Görürsünüz, yükün miqdarından necə düz astıdır. Yükün miqdarı artanda itələmə və ümumiyyətlə Coulomb qüvvəsi də artacaq. Burada da eyni ilə baxın, görürsünüz, dedik ki, buradakı mənfilər, işarə edin, buradakı mənfilər köynəkdəki müsbətləri özünə çəkəcək. Həmin müsbətləri özünə çəkdiyi üçün burada yük miqdarı azalacaq. Yük miqdarı burada azalırsa, deməli nə baş verir? İtələmə qüvvəsi də burada azalacaq. İtələmə qüvvəsi burada azalırsa, avtomatik olaraq biz deyirik ki, elektroskopun köynəkləri müəyyən qədər qapanacaq. Alfa azalacaq. Nə olacaq? Alfa azalacaq. Vərəqlər biraz qapanar, biraz daha qapanar. Variantlarda bu cavabı seçirsiniz. Neytral cisim yüklü elektroskopa yaxınlaşdıqda.
biraz daha qapanar. Qeyd edək. Biraz daha qapanar. Belə. Neytral cismi yüklü elektroskopa toxunduraq. Məsələn, deyək ki, tutaq ki, fərqi yoxdur. Yəni, olsun müsbət yük. Elə müsbətdən başlamışıq, ondan da gedək. Deyir ki, bax, bu neytral cismi toxundururuq. Müsbət yüklü elektroskopa toxundururuq. Deyək ki, toxundurduq. Burada xarici tamam fərqli cür cəryan edəcək. Burada elektroskop müsbət və ya mənfi yüklüdür. Dedik, tutaq ki, müsbət yüklüdür. Burada iki cisim arasında artıq bu yüklər paylanır, bölüşdürülür, paylaşılır arasında. Neytral cismi bu müsbət yüklü elektroskopa toxundurduğumuz anda elektroskopdaki yük yalnız elektroskopda qalmır. Yükün bir hissəsi keçiricilik vasitəsilə neytral cismə keçəcək. Artıq elektroskop və toxunan cisim vahid bir sistem kimi fəaliyyət göstərəcək. Yəni, bunların toxunduqda artıq bir kanaldır da, buradan yük alış-veriş olur, yük keçidi olur, yükün yolu olur, yükün körpüsü olur artıq. Bu bir sistem kimi fəaliyyət göstərir. Elektrik yükünün saxlanması qanununa görə ümumi yük dəyişməyəcək. Ümumi, bax, buradan axan o yük dəyişməyəcək. Hər iki cisim arasında paylaşılacaq. Toxunmadan əvvəl elektroskopun yükü Q elektroskopdur deyək ki, Q elektroskopdur, elektroskopun yükü. Toxunmadan sonra bu yük artıq iki cisim arasında bölünəcək. Q elektroskop, Q cisim. Bax, bunların arasında bölüşdürüləcək. Necə bölüşdürüləcək? Burada delta Q deyək, məsələn, cismə keçən yükün miqdarı olsun, delta Q. Cismə keçən yükün miqdarı, gəlin buradan qeyd edin. Tutaq ki, delta Q'dur bu. Cismə keçən, belə deyək də, elektroskopdan cismə keçən yük miqdarı. Cismə keçən yükdür bu. Tutaq ki, bu delta Q cismə keçən yükdür. Yadda saxlayaq. Elektroskopun vərəqlərindəki yükün miqdarı azalacaq. Elektroskopun vərəqlərindəki yükün miqdarı azalacaq. Necə olacaq? Deyək ki, Q elektroskop ştrix deyək. Çünki o toxundurmadan sonra paylanır. Bax, oradan gedir söhbət. Bu toxundurmadan sonra paylanır. Toxundurmadan sonra elektroskopun sonda nəticədə alınan yükü bərabər olacaq. Toxundurmadan əvvəlki elektroskopun yükü çıxılsın. Cismə keçən yük, elektroskopdan cismə keçən yük bir delta Q deyək buna. Ya da ki, gəlin belə deyək, delta Q olaraq qalsın. Bu cismə keçən yükdür. Bu fərq var ha, bu fərq elektroskopun sonda alınan yüküdür. Nəticədə dedik ki, elektroskopun vərəqlərindəki yük miqdarı azalır. Əvvəl buydu, sonra bundan çıxdığın delta Q oldu. Azaldı da, buradakı yük miqdarı azaldı. Vərəqlərin açılma bucağı da yük miqdarından asılıdır. Məlum məsələdir ki, açılma bucağı da elə bil ki, buradakı yük miqdarı azalırsa, vərəqlər daha az itələnir və qapanır. Müəyyən qədər qapanma yaşayır. Gəlin bunu qeyd edim. Müəyyən qədər qapanma yaşayacaq. Buradakı bucaq azalacaq. Əvvəl alfa idisə, sonra olacaq alfa bölü 2, məsəl üçün. Alfa 1, alfa 2 olaraq da qeyd edə bilərik. Vərəqlərin açılma bucağı həmişə vərəqlərdəki yük miqdarından azalır. Yük miqdarı da azaldığı üçün vərəqlər arasındakı itələmə qüvvəsi azalacaq. Yəni, düstura görə də buradan F bərabərdir. K, Q1, Q2 bölünsün R kvadratı. Yük miqdarı azalırsa, itələmə qüvvəsi də azalacaq və vərəqlər biraz qapanacaq. Biraz daha qapanacaq. Daha az itələndiyi üçün. Yüklü cisim əks işarəli yüklənmiş elektroskopa tutaq ki, yaxınlaşdırılır. Gəlin, yaxınlaşdırılma haqqında baxaq. Deməli, yaxınlaşdırmada 3 hal baş verəcək. Vərəqlər biraz daha qapanır, vərəqlər tam qapanır, vərəqlər tam qapanıb, sonra açılır. İndi bunların hamısını addım-addım izah edək. Aha. Deyək ki, əks işarəli yüklənmiş elektroskopa yüklü cismi yaxınlaşdırırıq. Bu zaman elektroskopun vərəqlərinin hərəkəti cismin yükünün miqdarından, daha doğrusu həm o yük miqdarının modulundan da birbaşa asılıdır təbii ki. Elektroskopu çəkim. Tutaq ki,
Mənfi yüklü elektroskopa müsbət yüklü cisim yaxınlaşdırılır. Əks işarəli yüklənmiş elektroskopa əks işarəli bir cismi sadəcə yaxınlaşdıranda nə olur, nə baş verir? Deməli, burada elektroskop mənfi yüklüdür. Qeyd etdiyimiz kimi, məsəl üçün, bunlar bir-birini elə bir ki, bu mənfi yüklə yükləndiyi üçün bunlar deyib çəkmirəm, vərəqlər bir-birini itələyir və açıq vəziyyətdədir. Cismin özü müsbət yüklüdür dedik ki, müsbət yüklü cisim elektroskopa yaxınlaşdıqda onun elektrik sahəsi elektroskopdakı mənfi yükləri özə tərəf çəkəcək. Yəni kürəyə doğru cəzb edir. Yəni buradakı mənfiləri özünə doğru çəkəcək həmin bu müsbət yüklü cisim, özünə doğru çəkəcək lövhədəki mənfiləri. Elektroskopun vərəqlərindəki mənfi yüklər kürəyə doğru qaçdıqca, kürəyə doğru uzaqlaşdıqca itələmə qüvvəsi zəifləyəcək. Buradakı yük miqdarı azalacaq. Düsturumuzda F bərabərdir K Q1, Q2 bölünsün R kvadratı. Yük miqdarı azaldığı üçün buradakı qüvvə də azalacaq. İtələmə qüvvəsi zəifləyəcək. Buna görə də vərəqlər qapanmağa başlayacaq. Dedik, biraz daha qapanar, gördünüz. Birinci halı dedik. Sonra bu prosesdə vərəqlərin vəziyyəti yaxınlaşdırılan cismin yük miqdarı ilə elektroskopun yük miqdarının nisbətindən asılıdır. Nə nisbəti? Yəni fərqindən də müqayisəsindən asılıdır. Burada əgər belə deyək, cismin Q cisim kiçikdirsə Q elektroskop, bu zaman cisim vərəqlərdəki mənfi yüklərin bir hissəsini kürəyə çəkir. Vərəqlərdəki mənfi yüklərin bir hissəsini kürəyə çəkəcək. Vərəqlər biraz qapanacaq. Vərəqlər biraz qapanacaq. Vərəqlər qapanar. Biraz daha doğrusu, birazı mütləq qeyd edirik. Yazırıq. Biraz qapanar. Qapanar yazın, belə qap. Bu bir. Sonra deyir ki, ikinci. Burada əgər cismin yükü ilə elektroskopun yükünün modulu bir-birinə bərabər olarsa, cisim vərəqlərdəki bütün mənfi yükləri kürəyə tərəf çəkər. Yəni, buradakı bütün mənfi yüklər kürəyə gedəcək. Tamamilə qapanacaq. Vərəqlər tamamilə qapanar. Vərəqlər tamamilə qapanacaq. Sonra burada nə gəlir? Deyir ki, cismin yükü elektroskopun yükündən böyük olduqda, cismin yükü elektroskopun yükündən böyük olduqda nə baş verir? Cisim vərəqlərdəki mənfi yüklərin hamısını çəkir və artıq vərəqlərdə elektron çatışmazlığı yaranır. Buradakı bütün yükü artıq çəkəcək və vərəqlərdə nə yaranır? Elektron çatışmazlığı yaranır. Bu zaman vərəqlər əvvəlcə tam qapanar. Gəlin onu qeyd edeyim üçüncü. Q cisim böyükdür. Q elektron. Modul işarəsi. Bu zaman nə baş verir? Yenidən deyirəm. Cisim vərəqlərdəki mənfi yüklərin hamısını çəkəcək. Bir o var yuxarıda bütün mənfi yükləri kürəyə çəkir. Burada ümumiyyətlə yüklərin hamısını elə bil yuxarı çəkəcək və elektron çatışmazlığı. Burada elə bil ki, bu halda da hamısını çəkir. Bu halda da hamısını çəkir. Bu halda da hamısını çəkir. Hər bu iki halda hamısını çəkir. Amma elə bil burada da hamısını çəkməyə cəhd göstərir elektronların. Amma müəyyən qədər yenə qalır da. Üçüncü halda isə qalan nə varsa onun hamısını yenə onu da çəkməyə çalışır. Bu zaman artıq mənfiyə düşür də elektron çatışmazlığı yaranır. Aha, burada da vərəqlər əvvəlcə tam qapanar. Yazaq vərəqlər əvvəlcə tam qapanar. Mən yazım bircə dəqiqə. Aha, biraz sərgiyə salmağa çalışdım. Sərgiyə salıb geri döndüm. Demək, burada görürsünüz birinci. Cismin yükü elektroskopun yükündən necə fərqlənir və hər hansı halda nə baş verir? Bunları qeyd etdik. Qeyd edin dəftərlərinizə. Yüklü cismin əks işarəli elektroskopa və əks işarəli yüklənmiş elektroskopa toxundurduqda nə baş verir? Bircə dəqiqə mən bunu belə qeyd edim. Aha, burada nə baş verəcək?
deyək ki, yüklü cismi ekstra yükləmiş elektroskopa toxunduruq, təmas etdiririk. Proses burada tamam fərqli olacaq. Burada artıq yükün yerini dəyişməsi deyil, yükün fiziki mübadiləsi və toplanması, yəni aralarında paylanır da bu baş verir. Həm də ki, yük cəmlənir. Demişdik axı sizə toxunanda bir sistem kimi hərəkət edir. Bir sistem kimi hərəkət edirsə, deməli bunların toplanır da yükləri. Ümumi bir sistem kimi fəaliyyət göstərirsə, ümumidə yüklər mövcud olur. Məlum məsələdir. Bunu sol tərəfə çəkin. Deməli, burada ümumi yükdən gedir də söhbət. Toxunma anında hər iki cismin yükü toplanacaq, olacaq. Q ümumi bərabərdir. Q elektroskop üstə gəlinsin, Q cisim. Bax, bu baş verəcək. Bu cəmləmədəki riyazi olaraq müsbət və mənfi ədədlərin toplanması kimidir. Məsələn, deyək, mənfi 5 üstə gəlinsin, müsbət 3 deyil. Burada cavab olacaq mənfi 2. Məlum məsələdir. Yəni, toplumu bu şəkildə olacaq, uşaqlar. Diqqətli olun. Deməli, toxunmadan sonra vərəqlərin nə olacağı, vərəqlərin başına nə gələcək, aqibəti nə olacaq, açılacaqmı, bağlanacaqmı? Yüklərin toxunmadan əvvəlki miqdarlarından asılıdır. Məsələn, birinci hala gəlin baxaq. Əgər elektroskopun yükünün modulu cismin yükünün modulundan böyükdürsə, mənfi yük, müsbət yükü tamamilə, elə bil ki, bu mənfi yük var. Bu mənfi yük var. Bax, bu mənfi yüklü elektroskop, bu müsbət yüklü cismi tamamilə elə bil ki, özünə çəkəcək də. Lakin elektroskopun yükü daha böyük olduğu üçün sonda sistem yenə mənfi qalacaq. Sonda ən böyüyün işarəsi götürülür də. Məsələn, dedik ki, elektroskopun yükü böyükdür, yükünün modulu böyükdür. Bu deməkdir ki, bunun hamısını elə bu yeyəcək. Elektroskopun yükünün hamısını, cismin yükünün hamısını elektroskopun yükü yeyəcək. Ona görə də böyük hansıdır elektroskop? Elektroskop hansı işarəlidir? Mənfi işarəli. Deməli, yükün mənfi olacaq. Nəticədə elektroskopun yük miqdarı azalacaq. Vərəqlər biraz qapanacaq. Yük miqdarı burada azalacaq. Niyə azalacaq? Çünki dedik ki, bunun hamısı bir sistem kimi baş verəcək. Burada, məsələn, mənfilər varsa, tutaq ki, buradakı müsbətlərə doğru getməyə çalışacaq. Burada da yük miqdarı azalacaq deyə biraz qapanacaq. Nə baş verir? Biraz qapanır, yazırıq. Biraz qapanar. Aha. İkinci hala gələk. İkinci halda nə deyir? Deyir ki, elektroskopun yükünün miqdarı bərabərdir cismin yükünün miqdarı, yəni moduluna. Burada bu zaman nə baş verir? Yüklər bərabərdir. Və mənfi və müsbət yüklər bir-birini tamam neytrallaşdıracaq. Nəticədə elektroskop neytral olur və tamamilə bağlanır. Necə neytral olur? Məsələn, bu da Q-dürsə, bu da Q-dürsə, yük paylama bərabər olacaq, yük keçid olmayacaq. Burada da elə bir, məsələn, 2 dənə müsbət buradadırsa, 2 dənə də mənfi burada olacaq. Bunlar ikisi də bir-birini cəzb eləyəcək və nə olacaq? Tamamilə qapanacaq. Yazırıq, tamamilə qapanar. Sonda səliqəli yazacağım, izah edim əvvəlcə. Üçüncüdə nə baş verir? Üçüncüdə deyir ki, elə bil ki, elektroskopun yükünün modulu, bircə dəqiqə bərabər yazdım, çaşıb. Kiçikdir cismin yükünün modulundan. Bu zaman burada nə baş verir? Cisim elektroskopdakı bütün mənfi yükləri alır. Cisim elektroskopdakı bütün mənfi yükləri alır. Özündən müsbət yük ötürür. Nəticədə elektroskop mənfi yüklüyken müsbət yüklü olur. Vərəqlər əvvəlcə qapanır, əvvəlcə bax görürsünüz müsbətlər artır. Bunlar da mənfilərə görə yavaş-yavaş qapanır. Əvvəlcə qapanırlar, yazırıq əvvəlcə. Qapanırlar. Sonra müsbət yüklə yüklənib deyə. Müsbət yüklər getdikcə artır, burada. Mənfilər azalır, müsbətlər artır, başlayır bir-birini itələməyə və təkrar açılır. Bacardığım qədər səliqəli yazmağa çalışdım. Baxın,
Əvvəlcə biraz qapanacaq, sonra tamamilə qapanacaq, sonra əvvəlcə qapanacaq, sonra açılacaq. Bu halları da burada qeyd etdik.